Salam əziz dokuzlar, yenidən xoş gördük sizləri. Deməli, Güvən Nəşriyyat 2025-ci il buraxılış kitabından bir məhsulu təhlilçilər məsələlər bölməsinə 140-a qədər gəlib çıxmışdıq. 141-dən izahları sizə təqdim edirəm. Amma paylaşdığım videolarda belə bir şey izləyirəm ki, videoların izlənməsi var. 17.000, 10.000, 5.000, 7.000. Amma videolarda heç bəyəni yoxdur. Heç 100-ün üzərinə çıxan bəyəni demək olar ki, yoxdur. Buna deməkdir, ya izləyirsiniz, bəyənmirsiniz, ya da izləyirsiniz, bəyənirsiniz, bəyən işarəsini vurmursınuz. Əgər bəyənmirsinizsə, ümumiyyətlə bu videoların izahını dayandıraq və bilək ki, artıq bu sizin tərəfinizdən bəyənilmir. Zəhmət çəkməyə də, yəni burada bir zəhmət var axı. Təbii ki, insan çəkdiyi zəhmətin qarşılığını görəndə daha motivasiya ilə, daha həvəslə gördüyü işə yanaşır. Ümid edirəm ki, nəzərə alarsınız. Tamam, başlayaq 141-dən. 141-ci çalışmada nə deyir? Kök altında x bərabərdir x minus 3 və digər tərəfdən x kvadratı minus 7x plus k bərabərdir 0. Olarsa k-nı tapın. Tapaq da k-nı. Neyniyə bilərəm? Mənim burada görəcəyim işlərdən birincisi bunun hər iki tərəfin kvadratı yüksəltmək olar. Çünki kök mənə sərf eləmir burada. Kvadratı yüksəldəndə köklə kvadrat gedir. Burada olur x. Bunu kvadratı yüksəldəndə olur x kvadratı minus 6x plus nə? 9. Düzdürmü? İndi görün nə baş verəcək. 9-u keçirdərəm sol tərəfə. X-i keçirdərəm sağ tərəfə. Onda mənfi 9 bərabərdir. X kvadratı çıxılsın 7x alınır. Düzdürmü? Bəli, düzdür. Baxın, buna baxın və buna baxın. Eyni şeydirmi? Bəli. Bunun yerinə mənfi 9 yazmaq olarmı? Olar. Mənfi 9 üstə gəlsin k bərabərdir 0-a. Buradan k bərabərdir nəyə? 9-a. Cavab olur nə variantı? B variantı. Növbəti suala baxaq. 142-ci sual. 142-ci çalışmada deyir ki, ax kvadratı çıxılsın 2x üstə gəlsin b üstə gəlsin 4 bərabərdir 0. Tənliyinin köklərindən biri 2 olarsa, a bölək b nisbətini tapın. Bu tənliyin köklərindən biri 2-dirsə, onda gətirib x-in yerinə 2 yazırım. Olur a vurulsun, 2-nin kvadratı çıxılsın, 2 vurulsun, 2. Üstə gəlsin b üstə gələyinə 4. Bərabər nəyə? 0-a. Düzdürmü? Buradan 4a kvadratı minus 4 plus b plus 4 bərabərdir 0-a. Bunlar ixtisar gedir. A kvadratı nədir burada? 4-a. Deməli, 4a üstə gəlinsin b bərabər olur 0-a. Düzdürmü? Buradan da 4a bərabərdir mənfi b-yə. Bizdən nə istəyirdi? Bizdən a bölək b nisbətini istəyirdi. Hər iki tərəfi burada mənfiyə vursam, mənfi 4a bərabərdir b olar. Gətirib b-nin yerinə mənfi 4a yazsam, baxın, a bölünsün mənfi 4a, a-lar ixtisar gedər, mənfi 4-də 1. Cavab olar B variantı. 142-ci sualımızın cavabı. Növbəti sualımız 143-cü sual. 143. Deməli, 3x kvadratı üstə gəlinsin x1 üstə gələk 1, x üstə gəlinsin 6x2 bərabərdir 0-a. Düzdürmü? Tənliyin kökləri x1, x2 olarsa, x1 bölək x2 nisbətini tapın. Əvvəla bunun hamısını mən bölürəm 3-ə. Çünki çevrilmiş kvadrat tənliyə çevirim ki, Viet teoremini tətbiq eləyə bilim. 3-ə böləndə burada qalır x kvadratı, burada olur x1 plus 1 bölünsün 3, x üstə gəlinsin 3-ə böldüyümə görə 2 dənə x2 bərabərdir 0. Viet teoreminin tətbiqinə görə x1 üstə gəlinsin x2 bərabərdir əks işarə ilə ikinci əmsalla 3-də x1 plus 1-ə
x1 vurulsun x2 bərabərdir 2 dənə x2-yə. Buradan anında və yerindəcə görürəm ki, x2-ləri silsəm, x1 elə nə imiş? 2 imiş. x1 2-dirsə, gəl burada yaz yerinə. Bax, burada x1-in qiymətini neynə yaz yerinə? x1-in yerinə, daha doğrusu, x1-in yerinə yazıram nə? 2. 2 üstə gəlinsin x2 bərabərdir, mənfi 2 üstə gəlinsin 1 bölək 3. 2 üstə gəlinsin x2 bərabərdir, mənfi 1-ə, x2 bərabərdir, mənfi 3-ə. x2-ni də tapdım, düzdürmü? Bizdən nə istəyirdi? x1 bölünsün x2. x1-imiz 2-dir, x2-miz mənfi 3-dür, cavab olur mənfi 3-də 2. Olur A variantı 143-cü sualımızın cavabı. 144-cü suala baxaq. 144-cü sualda tərəflərin uzunluğu verilən düzbucağının perimetrini tapın. Təbii ki, düzbucağının perimetrini tapanda en uzunluq toplayıb 2-yə vurmaq lazımdır, ya da tərəflərin hamısını tək-tək toplamaq lazımdır. Yəni, bura x plus 3-dürsə, burada x plus 3-dür. Bu öz yerində. Mən bunu hardan tapacağım əsasən? Qarşı tərəfləri bir-birinə bərabər olduğuna görə x kvadratı minus 12 bərabərdir x deyəcəm. Və buradan x kvadratı minus x minus 12 bərabərdir 0-a. Viyyət teoreminə görə baxsam, x1 bərabərdir müsbət 4-ə, x2 bərabərdir mənfi 3-ə. Təbii ki, mənfi 3-dən söhbət gedə bilməz. Düzbucağın tərəfi müsbətə də dolmalıdır, məsafədən söhbət gedir. x1 4-dür. İndi 4-ü yerinə qoyub n-in uzunluğunu tapmaq olar. Düzbucaqlı. Deməli, bu tərəfi x-dırsa, x-i də 4 tapmışamsa, deməli, bu 4, 4-dür. Bu tərəfi də x plus 3-dürsə, 4-ü yerinə qoyanda 4 plus 3 olur 7. Deməli, burada olur 7. Perimetri də tapanda 4 plus 7-ni vuracam nəyə? Təbii ki, 2-yə cavab olacaq 22. O da olacaq D variantı. 144-cü sualımızın cavabı. 145-ci sual. 145-ci sualda deyir ki, kökləri A və A plus 1 olan çevrilmiş kvadrat tənliyin diskriminantını tapın. Tapaq problemi yox. Çevrilmiş kvadrat tənliyi necə olur? X kvadrat plus px plus q bərabərdir nəyə? 0-a. İndi burada x, deməli, belə yazaq da. x1 plus x2 bərabərdir mənfi p-yə. x1 vuraq x2 də bərabərdir nəyə? Q-yə. Düzdür. Əvvəla p-ni q-ni tapaq, çünki diskriminantı hesablayanda bunlar mənə lazım olacaq. Düzdür. x1-i verib a, yazıram a üstə gəlinsin. x2-ni nə verib? a plus 1. a plus 1 bərabərdir mənfi p-yə. Buradan 2a plus 1 bərabərdir mənfi p-yə. p bərabərdir mənfi 2a minus 1-ə. Bu belə. A vurulsun a plus 1 də bərabərdir q-yə. Buradan q bərabərdir a kvadratı üstə gəlinsin a. A kvadratı üstə gəlinsin a. Düzdür. Diskriminant necə tapılır? Diskriminantı tapmaq üçün burada b-nin yerində p durub p kvadratı minus 4 vurulsun 1 vurulsun q. Düzdür. P-miz nədir? Mənfi 2a minus 1 bunun kvadratı minus 4 vurulsun 1 vurulsun Q-müz də a kvadratı plus a-dır. Bu ifadəni sadələşdirsəm, 4a kvadratı üstə gəlinsin 4a, üstə gəlinsin 1, çıxılsın 4a kvadratı, çıxılsın 4a. Buradan 4a kvadratları 4a gedir, cavab olur 1. Diskriminantımız olur 1, cavab A variantı. Belə, növbəti sualımız 146-cı çalışma. K-nın hansı natural qiymətində x kvadrat üstə gəlinsin kx üstə gəlinsin k bərabərdir 0. Kvadrat tənliyinin 2 bərabər kökü var. Diskriminant 0-a bərabər olanda diskriminant necə tapılır? B kvadratı minus 4ac bərabərdir 0 olanda. Bu da olur k kvadratı minus 4 vurulsun 1 vurulsun k bərabərdir 0-a. Buradan k kvadratı minus 4k bərabərdir 0-a. Buradan atamam kvadrat tənliyidir. Vurğuları ayırma üstü ilə bunu həll eləmək olar. Buradan k bərabərdir 0 və k bərabərdir nəyə? 4-ə. Bizdən də k-nın hansı natural qiymət dediyinə görə cavab 4 olur. Bunu götürmürük. Çünki 0 natural ədəd deyil. Cavab olur nə?
B variantı 146-cı sualda. Deməli 147-ci sualımıza baxaq. 147-ci sualda nə deyir bizə? X kvadratı çıxılsın kx üstə gəlinsin 15 bərabərdir 0. Tənliyinin kökləri natural ədədlər olarsa, k-nın mümkün qiymətlərinin cəmini tapın. Mən bilirəm ki, x1 üstə gəlinsin x2 bərabərdir k-ya. x1 vurulsun x2 də bərabərdir 15-ə. İndi hasili 15 olan natural ədədlər, mümkün natural ədədlərinə götürə bilərəm. 1 ilə 15 ola bilər, 3 ilə 5 ola bilər. Həməlim 15 ilə 1 də ola bilər. Bu x1, x2 üçün bunun fərqi yoxdur. Yəni fərqli üsul qoya bilirsən ortalığa qoy. Yoxdursa o fərqli üsul sayılmır da. Yəni x1 3 oldu, x2 5 oldu və yaxud da x1 5 oldu, x2 3 oldu. Onun önəmi yoxdur. Təzə bir variant sayılmır. İndi buradan k-nı tapmaq üçün k ya 1 plus 15'dir, o da olur 16. Ya da 3 plus 5'dir, o da olur 8. K-nın mümkün qiymətləri cəmini dediyinə görə 16 ilə 8-in cəmsi olur 24. Cavab olur A variantı 147-ci sualımızda. 148-ci çalışmada nə deyir? X kvadratı çıxılsın 8x üstə gəlinsin a üstə gələk 3 bərabərdir 0. Tənliyinin kökləri x1, x2'dir. x1 kvadrat çıxılsın x2 kvadrat bərabərdir 16. Olarsa a-nı tap. Mən də bilirəm ki, x1 üstə gələk x2 8'dir. x1 vuraq x2 isə a plus 3'dür. Fikirləşirəm, nə eləyə bilərəm? Deyirəm ki, belə bir şey eləyək də. Bunu gətirək, burada yazaq. Görək başımıza nə gəlir. Vuruqlara ayıraq. x1 çıxaq x2. x1 üstə gələk x2. Kvadratlar fərqi düsturudur. Bərabərdir 16-ya. x1 üstə gələk x2 əvəzinə 8 qoysam, x1 çıxaq x2. Vuraq 8 bərabərdir 16-ya. 16 ilə 8 ixtisar eləsəm, x1 çıxaq x2 bərabərdir 2-yə. Düzdürmü? Buradan artıq mənim əlimdə x1 çıxaq x2 də var. Bax, x1 üstə gələk x2 8 idi axı. x1 çıxaq x2 də tapdım ki 2'dir. Tərəf-tərəfə artıq toplasam x2'lər getsə 2 dənə x1 bərabər olacaq 10'a, x1 deməli 5'dir. Avtomatik x2 də 3 olacaq. Çünki cəmsi 8'dir. Bitdi. İndi bax burada gətirərəm, nə inəyərəm? x1, x2'ni qoyaram yerinə. x1 vurulsun x2 bərabərdir a plus 3 deyil. x1'in əvəzinə 5, x2'nin əvəzinə 3 qoyaram. a plus 3, 15'dən də 3 çıxanda a bərabər olar 12. Deməli, a neymiş? 12 imiş. Cavab olur C variantı 147-ci sualımızda. 148-ci suala baxaq. Elə 148'ə baxmışıq. 147'yə baxaq. 47 nədir? 49'a. Dala qaydıram. 149. x1 və x2 ədədləri x kvadratı minus 3x üstə gəlinsin 1 bərabərdir 0. Kvadrat tənliyinin kökləri olarsa, deməli, onda x1 üstə gəlinsin x2 3'ə bərabərdir. x1 vurulsun x2 də 1'ə bərabərdir. Bizdən x1 üstə gəlinsin 1, x2 üstə gəlinsin 1 ifadəsinin qiymətini istəyir. Mən burada görə biləcəyim bir dənə iş var. Bunu vurub açaram. x1 vuraq x2 üstə gəlinsin x1 üstə gəlinsin x2 üstə gələk 1 alaram. Ondan sonra x1 x2'nin əvəzinə 1 qoyaram. x1 üstə gələk x2'nin əvəzinə 3 qoyaram. Üstə gəlinsin 1 də var. Cavab eləyər 5 C variantı. 150-ci çalışma. 150-ci çalışmada deyir ki, x kvadratı çıxılsın a minus 1 x plus a minus 2 bərabərdir 0. Tənliyinin kökləri bu şərtini ödəyərsə, deməli bu şərti ödəyirsə, a-nı deyir tapın. Mən bilirəm ki, x1 üstə gələk x2 bərabərdir a çıxılsın 1'ə. x1 vuraq x2 də bərabərdir a çıxılsın 2'yə. Bu öz yerində. Digər tərəfdən bunun mənə verdiyi ifadə 2 bölünsün x1 üstə gələk 3
üstəgəlsin 2 bölünsün x2 üstəgələk 3 bərabərdir 1-ə. Yəni buradan nəsə yaratmalıyam. Yaradaq, ortaq məxrəcə gətirək. Bu x2 üstəgələk 3-ə vurulacaq, bu isə x1 üstəgələk 3-ə vurulacaq. Vuranda eyni məxrəcdə, yəni x1 üstəgələk 3 vurulsun x2 üstəgələk 3-də. Bunu 2-yə vuranda nə olur? 2 dənə x1 üstəgəlsin 6 üstəgələk 2 dənə x1, bu 2-dir. x1 üstəgəlsin 6 bərabərdir 1-ə. Aşağını vurub açaram. Eyni zamanda yuxarıda qruplaşdıraram. 2 dənə x1, x2-dən 2-ni ortaq vuruq kimi çıxarsam x1 üstəgələk x2 olacaq. Üstəgəlinsin 12. Məxrəcdə də x1 üstəgələk x2 üstəgəlinsin 3 dənə x1, 3 dənə x2 olacağına görə 3-ü ortaq vuruq kimi çıxardıram. Biraz kəsədən yazıram. Yəqin ki, aydın olur. 3 üçündə nə olacaq? Daha doğrusu bircə dəqiqə. Bax, vurub açanda 3 dənə x1, 3 dənə x2 olacaq. Düzdür. 3-ü ortaq vuruq kimi çıxardacam. x1 üstəgələk x2 olacaq. Sonra x1-in x2-yə hasili bir də 9 olacaq məxrəcdə. Bərabərdir 1-ə. İndi hamısını gətirib A ilə əvəz edib yerinə qoya bilərəm. Yəni x1 üstəgələk x2-nin əvəzinə yazaram A-1, 2 vurulsun, baxın. A-1 üstəgələk 12, məxrəcdə isə 3 vurulsun, A-1 üstəgəlinsin x1, x2, A-2-dir, üstəgələk 9, bərabərdir 1-ə. İndi bunu açıb sadələşdirərəm, burada yazıram. Surətdə olacaq 2A-2 plus 12, məxrəcdə nə olacaq bəs? 3A-3 plus A, mənfi ikincisi 9 gələndə o da 7, bərabərdir 1-ə. Biraz da sadələşmə eləsəm, 2A plus 10, məxrəcdə isə 4A plus 4 bərabərdir 1. Çarpaz vursam, 4A plus 4 bərabərdir 2A plus 10-a. Buradan 2A bərabərdir 7-yə, 6-ya. A bərabərdir nəyə? 3-ə. Cavab olur nə variantı? E variantı. Əslində çətin çalışma deyil, sadəcə olaraq biraz gedişatı uzundur. 150-ci çalışmamız oldu E variantı. 151-ci çalışma. 5x kvadratı çıxılsın bx bərabərdir ax kvadratı üstəgəlinsin 3x. Tənliyinin sonsuz sayda həlli olarsın. A plus B cəmini tapın. Gəlin bunu birinci biz həliqəli şəkildə yığaq bir tərəfə. 5x kvadratı çıxılsın bx çıxılsın ax kvadratı çıxılsın 3x bərabərdir 0-a. Ortaq vuruq çıxardaq. X kvadratını çıxarsam 5 minus a x kvadratı sonra mənfi b plus 3 x düzdür. Bərabərdir nəyə? 0-a. Düz dedim də, düzdürmü? Baxın bircə dəqiqə. Tamam. İndi bu tənliyin əslində 2 cür baxa bilərəm buna. Əslində 2 cür baxa bilərəm. Bir kökü 0 digər kökünə axtarıb baxıb elənçinə deyə bilərəm. Birinci formada baxım, sonra da ikinci formada deyəcəm bunu sizə. Maraqlı gəldi özümə də. Çünki burada C yoxdur. C yoxdursa bunun x ortaq vuruq kimi buradan çıxardanda 5 minus a x çıxılsın b plus 3 vurulsun x olur. X ortaq vuruq bərabər 0. Bunun bir kökü x bərabər 0 olur. Bir kökü də bu tənliyin həllindən gələcək. Çıxılsın b plus 3 bərabər 0. Bax, bu tənliyin həllindən gələcək. Bu da 5 minus a x çıxılsın. Keçirərəm digər tərəfə b plus 3. Düzdür, bu da xətti tənlidir. Xətti tənliyi nə vaxt sonsuz sayda həll olur? 5 minus a, bu da 0 olmalıdır. B plus 3, bu da 0 olmalıdır. Deməli, A 5 olmalıdır, B də nə olmalıdır? Mənfi 3. Bizdə nə istəyirdi burada? A plus B cəmini tapın. 5 plus mənfi 3 cəmi də eləyir 2, o da olur D variantı. 151-ci çalışmamız.
151-ci çalışmamız. Yenə də 151'i bunlar verib C variantı 0. Mən ikinci üsul dediyim nədir? İkinci üsul dediyimlə bu qalsın yerində. İkinci üsul dediyimlə də yazıram bunu. Amma ikinci üsul dediyimlə alınmayacaq. Nəyə görə alınmayacaq? Çünki burada 2 dəyişən yaranacaq. Deyim bilin nədir? Bax 5x kvadratı çıxılsın bx, çıxılsın ax kvadratı, çıxılsın 3x bərabərdir 0. Yenə ortaq vuruq çıxarsam burada 5 minus a x'in kvadratı minus b plus 3'ün çıxarsam burada da x bərabər 0. Bu kvadrat tənliyin sonsuz sayda həllinin olması üçün ya kvadrat funksiyadan yadınızda saxlaya bilərsiniz. Ya tamamilə x oxunun üzərində, ya da tamamilə x oxunun altında olmalıdır. Diskriminant da sıfırdan nə olmalıdır? Kiçik olmalıdır. Burada diskriminantı tapıb bərabərsizlik kimi həll etməyə çalışanda 2 dəyişən olduğuna görə işimizə yaramayacaq. Ona görə bu formada baxa bilməyəcəm buna. Yaxşı, amma birinci baxdığım üsulu 1 də deyirəm, 1 də baxıram, görüm nəsə texniki səhv falan eləməmişsə tamamilə doğru və qaydasında hər şeydə yerindədir. Neynədim? Birinci hamısını bir tərəfə yığdım. Sonra bax ortaq vuruq kimi bu ikisindən x kvadratını çıxartdım, qaldı 5 minus a. Sonra bu ikisindən də mənfi x-i çıxartdım, qaldı b plus 3. Yaxşı, bax bu ikisindən mənfi x-i çıxartdım, qaldı b plus 3. Ondan sonra dedim ki, bu nataman kvadrat tənliyidir. Təzədən burada nataman kvadrat tənliyi vuruqları ayırma üsulu ilə həll eləmək olur axı. X-i ortaq vuruq kimi çıxardandan sonra x qaldı burada. Mötərizənin içində də qaldı belə bir tənlik. Bir kökü bunun həmişə sıfırdır. C'si olmayan kvadrat tənliklərin bir kökü həmişə sıfırdır. Bu öz yerində. Digər tərəfdən mötərizənin içindəki ifadə də sıfıra bərabər olub digər kökün yaradır. Digər kökün yaradanda gördüm ki, burada belə bir ifadə var və bu xətti tənlikdir. Digər tərəf atanda xətti tənlikdir. Xətti tənliyin nə vaxt sonsuz sayda həlli olurdu? Axı məndən sonsuz sayda həlli istəyir. Xətti tənliyin o vaxt sonsuz sayda həlli olurdu ki, x-in əmsalı ilə b bir-birinin nə olsun? Sıfıra bərabər olsun. Yəni bu da sıfır olsun, burada da sıfır olsun ki, sıfır bərabər sıfır alınsın. Yəni x-in yerinə nə qoyursan qoy, fərqi yoxdur. Sıfır bərabər sıfır alınsın. Onda gördüm ki, buradan a 5'dir, b də mənfi 3'dür. A-la b-nin cəmsini istədiyinə görə cavab da oldu 2. Mən bu qaydada həll elədim və həllimdən tam arxayım və əminəm. Siz də əgər özünüz baxarsınız və yaxud da gedib müəlliminizlə müzakirə eləyərsiniz, gəlib fikrinizi bildirərsiniz. Etik qaydalarına riayət eləyərək. Bəzən olur da, mədəniyyətsizlər olur, onlara fikir verməyin. Deməli, 51'ə baxdıq, 152-ci çalışmamıza baxaq. 152-ci çalışmada deyir ki, kökləri qarşılıqlı əks ədədlər olan m-1 x kvadratı minus m plus 2 x plus m plus 14 bərabərdir 0. Tənliyin kökləri hasilini tapın. Mən əvvəla bunu bölürəm hamısını m-1'ə. Böləndə amma m fərqlidir bir şərti ilə bölürəm. Çünki 0 olmaz. Bu da olur nə? M plus 2 bölünsün m-1. Burada da olur m plus 14 bölünsün m-1 bərabər 0. Düzdür? Deyirəm ki, x1 üstə gəlsin x2 bərabərdir. M plus 2 bölünsün m-1'ə. x1 vurulsun x2 bərabərdir. M plus 14 bölünsün m-1'ə. İndi tənliyin kökləri qarşılıqlı əks ədəd nə deməkdir? O, yəni onların cəmi 0 olacaq. Yəni bu 0'dır. Düzdür? Onda buradan baxan kimi m mənfi 2'dir. M-i tapdım. M-i tapdım, tənliyin köklərinin hasilini soruşur. Gəlirəm bura, x1 vurulsun x2 bərabərdir. Mənfi 2 üstə gəlsin 14 bölünsün. Mənfi 2 çıxaq 1. Buradan x1 vuraq x2 bərabərdir. 12 bölünsün mənfi 3. Cavab eləyir mənfi 4. Bu da olur A variantı 152-ci çalışmamızda. 153-cü çalışma. Deməli, 2x-in kvadratı çıxılsın, ax çıxılsın 6 bərabərdir 0.
Tənliyin köklərindən biri mənfi 2-dir. Biri mənfi 2-dir, lap yaxşı. Mənfi 2-ni yaz yerinə. 2 vurulsun mənfi 2-nin kvadratı çıxılsın a vurulsun mənfi 2 çıxılsın 6 bərabərdir 0. Deməli 4, 2, 8 üstə gəlinsin 2a çıxılsın 6 bərabərdir 0-a. Buradan 2a bərabərdir mənfi 2-yə, a bərabərdir mənfi 1-ə. Bizdən nə soruşurdu? Kökləri fərqinin modulunu tapın. Gətirib indi yazıb yerinə tənliyi tamamlayıram. 2x kvadratı çıxılsın. Yox, artıq üstə gəlinsin. x çıxaq 6 bərabərdir 0. 2-yə bölürəm. X kvadratı üstə gəlinsin. 0,5 x çıxılsın nə? 3 bərabərdir 0. Deməli, x1 üstə gəlinsin. x2 bərabərdir mənfi 0,5-ə. Düzdür? Belə. Oy, bunu da biraz çəkək bu tərəfə. Aha. Deməli. Bunu da çəkək bura. Belə. Məndən nə istəyir? Məndən istəyir ki, tənliyin kökləri fərqinin modulu. Modulda x1 çıxaq x2-ni istəyir. Tənliyin köklərinin cəmi var. Tənliyin köklərinin hasili də var əlimdə. x1 vurulsun x2 bərabərdir. Nəyə? Mənfi 3-ə. Tənliyin kökləri fərqini və yaxud da cəmin yaratmaq üçün ya kökləri tapmalıyım, ya da belə bir yol izləyə bilərəm. Bunu hər iki tərəfin kvadrata yüksəldərəm. Kvadrata yüksələn nə olar? x1 kvadrat üstə gəlsin x2 kvadrat üstə gəlsin 2 dənə x1, x2 bərabərdir 0,25. Düzdürmü? Belə. Nəyə görə belə yazdım? Təzədən bu x1, x2 kvadratının arasına mənfi 2 x1, x2 atsam, onda bunu mən x1 çıxılsın x2-nin mötərizə kvadratı üstə gəlsin 4 dənə x1, x2 yaza bilərəm. Buradan x1 çıxılsın x2-nin kvadratı 4-ü çevirəndə mənfi 12 digər tərəfə keçirdəndə 12,25. Hər iki tərəfdən kök alaram, amma bunu modulda yazacağım. Çünki məndən modulunu istəyir. Yəni bilirsiniz də bu kvadratı 12,25 olan 2 ədəd var. Bir müsbət, bir mənfi. Məndən müsbətini istədiyinə görə modulda x1 çıxılsın x2 bərabərdir kök altda 12,25. O da səhv eləmirəmsə 3,5 olmalıdır. O da eləyir nə variantı? E variantı. Sonra 154-cü çalışmada nə deyir? Ax kvadratı çıxılsın 3x x kvadrat çıxılsın 3x üstə gəlinsin b plus 6 bərabərdir 0. Tənliyin köklərindən biri 2-dir. Tamam, 2-ni qoyuram yerinə. A vurulsun 2-nin kvadratı çıxılsın 3 vurulsun 2 üstə gələk b üstə gələk 6 bərabərdir 0. 4a çıxılsın 6 üstə gələk 6. Bunlar bir-birini aparacaq. Üstə gələk b bərabərdir 0-a. B bərabərdir mənfi 4a-ya. Bizə də deyir a bölək b nisbətini tap. Buradan a-nı yazıram. Mənfi 4a b-nin əvəzinə yazıram. Bunlar gedir mənfi 4-də 1. Valla bunu bayaqları yazdıq, mən səhv eləmirəmsə. Gəlin baxaq. Eyni çalışmanı, eyni cavabla bayaq mən yazdım axı. Bu deyik ha. Ax kvadratı minus 2x plus b plus 4'də. İndi burada biraz dəyişiblər, amma cavab da orada mənfi 4-də 1 çıxmışdı. Səhv eləmirəmsə, burada da mənfi 4-də 1 çıxdı. Sual tapmayanda belə şeylər eləyirlər. 155. Deməli 154 oldu, b 155. Kökləri x1, x2 olan tənlikdə x kvadrat üstə gəlinsin. M minus 3 x çıxılsın 2m plus 1 bərabərdir 0. Tənliyi üçün deməli modulda x1 çıxaq x2 bərabərdir nəyə? 2-yə.
M-i deyir tapın. Mən nə bilirəm? Mən bilirəm ki, x1 üstə gəlinsin x2 bərabərdir 3 minus m-ə. Yəni əksinə də, düzdürmü? x1 vurulsun x2 də bərabərdir 1 minus 2 m-ə. Bunu bilirəm, gözəl. Mənə də belə bir şey verib. Modulda x1 minus x2 bərabərdir 2-yə. Mən nə edirəm? Bunun hər iki tərəfini kvadrata yüksəldərəm. Kvadrata yüksəldəndə x1 kvadrat üstə gəlsin x2 kvadrat. Çıxılsın 2 dənə x1, x2 bərabərdir 4 olar. Təzədən amma bu x1 üstə gəlsin x2-nin əvəzinə mötərizədə x1 üstə gəlsin x2-nin mötərizə kvadratı çıxaq 2 dənə x1, x2 olacaq. Burada da 2 dənə var. 4 dənə x1, x2 muxtasar bölmə düsturundan istifadə edirəm. Qoyuram yerinə 3 minus m-in kvadratı çıxılsın 4 vurulsun 1 minus 2m bərabərdir 4. Açıram 9 minus 6m plus m kvadratı minus 4 plus 8m minus 4 bərabərdir 0 deyə m-dən bağlı kvadrat tənliyi alıram. Gətirib bunu da buradan yazsam, deməli sadələşdirəndə m kvadratı 8m, 4m, 6m qalır, müsbət 2m. Bunlar getdi. 4, 9, o da eləyir 1. Bu da m plus 1-in mötərizə kvadratıdır, bərabərdir 0. Deməli m mənfi 1-dir. O da olur nə variantı? B variantı 155-ci sualımızın cavabı. Keçək 156-ya baxaq. Aha. Yazıb 3x çıxılsın 2 minus x minus 4 vurulsun 3 minus 2x bərabərdir 10. Olarsa x-i tapın, yəni tənliyi həll elə də. 3x çıxılsın 2 üstə gələ x mötərizəni açıram. Minus 12 plus 8x bərabərdir 0-a. Deməli 3, 4x, 12x bərabərdir 10-a. 12x bərabərdir nəyə? 24-ə. Düzdürmü? Buradan da x bərabərdir 2-yə. 157-ci çalışmamız 3x çıxılsın 6 bölünsün 7 bərabərdir. X minus 2 bölünsün 14. Çarpaz vuraram. 14 vurulsun 3x minus 6. 7 vurulsun x minus 2. Hər iki tərəfi 7-yə ixtisar eləyərəm. 2 vurulsun 3x minus 6. 1 vurulsun x minus 2. Vurub açaram. 6x minus 12 bərabərdir x minus 2. Keçidi bu tərəfə çıxsam 5x bərabərdir 10-a. X bərabərdir yenə də 2-yə. 157-ci çalışmamız 158. 560 km yolu 80 km/saat sürətlə hərəkət edən avtomobil getdiyi yerə 2 saat gecikir. Deməli 560 km yoldur, 80 km/saat sürətlə gedir və 2 saat gecikir. Onda t-ni tapanda nə edirəm? Təbii ki 560 bölürəm 80-ə olur 7 saat. Deməli bu 7 saata gedib çıxanda 2 saat gecikir. Deməli 7 çıxılsın 2 5 saata getməlidir. Belə çıxır ki 5 saata getsə vaxtında gedir. Avtomobil getdiyi yerə zamanında çata bilməsi üçün sürəti neçə kilometr saat olmalı idi? Onda mən təzədən sürət hesablayıram. Gedilən yolu bölürəm zamana. Hansı zamanı? Gedilən yol həmin yoldur, 560-dır. Amma zaman bu 7 saat deyil. Çünki 7-yə bölsəm 80-i tapacaq. 5-ə bölürəm ki, görüm 5 saata getməsi üçün hansı sürətlə hərəkətləməli idi? Bu da olur 1, 12 kilometr saat. Yəni o avtomobil neçə ilə getməliymiş? 112 km saat sürətlə getməliymiş ki, 5 saata gedib çata bilsin və 2 saat gecikmə baş verməsin. 159-cu çalışmamız. Deməli 2x kvadratı çıxılsın 5x üstə gəlsin 3 bərabərdir 0. Kvadrat tənliyin kökləri fərqinin modulunu tapın. Bunu birinci çevrilmiş kvadrat tənliyə çevirirəm. 1 onda 5x bərabərdir 0-a. X nədir?
1/5 bərabərdir nəyə? 0-a, 2-yə bölünür. Deməli, x1 üstə gəlsin x2 bərabərdir 2/5-ə, x1 vurulsun x2 bərabərdir 1/5-ə. Əvvəla bunun hər iki tərəfini kvadrata yüksəldirəm. Çünki mənə fərqinin modulu lazımdır. Kvadrata yüksəldəndə olur x1 kvadrat üstə gəlsin x2 kvadrat üstə gəlsin 2 dənə x1 x2 bərabərdir 6/25. Sonra nə edirəm? Bax, bu kvadratdan istifadə edib burada x1 üstə çıxılsın x2-nin kvadratı yazıram. Amma 2 misil yaranacaq mənfi, düzdür. Onu ləğv eləmək üçün üzərinə 2 dənə x1 x2 də əlavə eləməliyəm. İkisi də burada var. Olur 4 dənə x1 x2 bərabərdir 6/25. İndi x1 çıxılsın x2-nin kvadratı üstə gəlsin 4 vurulsun 1/5 bərabərdir 6/25. Bu eləyir 6, x1 çıxılsın x2-nin kvadratı 6/25-dən də 6-nı çıxanda 0/25. Düzdürmü? İndi onda hər iki tərəfdən kök alaram. Kök alanda nə olacaq? Modulda x1 minus x2-nin modul dediyinə görə 0/5 götürəcəm. Deməli 159 0/5 159. Bu da belə. Növbəti sualımıza baxaq. 160 x kvadratı çıxılsın kx üstə gəlsin k plus 2 bərabərdir 0. Kvadrat təninin kökləri cəmi 8 olarsa. x1 üstə gələk x2 bərabərdir k-ya. x1 x2 8-də düzgün k8-dir. k8 sonda x kvadrat çıxılsın 8x üstə gəlsin 10 bərabərdir 0. Kökləri hasilini tapın. Kökləri hasili də 10'dur. 60-cı çalışma. Bax, 159'unda cavabını səhv veriblər, 160'ında. Yəni, burada qeyri-adi bir şey yoxdur. Bunu nəyə görə 8 verirsən ki, kökləri cəmi? Kökləri cəmi 8 verirlər. Nəsə, çox başımızı ağrıtmayaq. 161-ci çalışma. Fərhad yemək növbəsində başdan n-3-cü, sondan isə 3n-7-ci adamdır. Növbədə 13 nəfər olduğuna görə Fərhad başdan neçənci adamdır? Deməli, Fərhad buradadır. Gəlin, başa düşmək üçün belə bir şey eləyək. Bura yazıram 1, 2, deyək ki, Fərhad 3-dür, 4, 5, 6. Fərhad başdan 3-cüdür, düzdür? Başdan 3-cü. Sondan isə başdan 3-cü, yəni üzü bu tərəfə gedəndə. Sondan isə tərsinə sayanda Fərhad bu tərəfdən saysan 1, 2, 3, 4-cüdür. Sırada neçə nəfər adam var? 1, 2, 3, 4, 5, 6. Düzdür. Fərhadın deməli növbələrini toplayıb, nömrələrin daha doğrusu durduğu yerin nömrələrini toplayıb 1 çıxanda sıradakı adamların sayını verir bizə. Yaxşı. Bu qaydanı tətbiq eləyəcəm həmin o deyilənə. İndi Fərhad sırada yemək növbəsində başdan n-3-cüdür. Yəni bu tərəfdən gələndə bu tərəfə Fərhad neçəncidir? Bu Fərhad n-3-cü. Amma əks tərəfdən üzü bu tərəfə gələndə Fərhad olur neçənci adam? Məsələləri yazaq. Bu tərəfdən belə gələndə Fərhad olur. Bu niyə ox işarəsi çəkmir ki, əsəbləşdirir məni? Aha. Bu tərəfdən belə gələndə Fərhad olur 3n-7-ci adam olmuş olur Fərhad. Dediyim kimi n-3-lə 3n-7-ni toplayıb 1 çıxanda sırada neçə nəfər varsa ona bərabər olmalıdır. Oradan 4n-10 bərabərdir 10 yox. 4n-11 bərabərdir 13-ə. 4n bərabərdir 24-ə. N bərabərdir 6-ya. N6 tapdım. Bu belə. Bizdən nə soruşur? Fərhad başdan neçənci adamdır? Başdan n-3-cü adam deyildi. O da olur nə?
n minus 3 bərabərdir 6 minus 3 bərabər olur 3. Deməli Fərhad başdan 3-cü adam imiş. 162-ci çalışma. X kvadratı plus 5 bölünsün x minus 3. Məxrəcdən mənfi alıram uşaqlar. X minus 3 yazıram. Bununla mənfi 6x eləyirəm. Niyə? Məxrəci bərabər olan kəsirlərin surəti bərabər olur qaydasını tətbiq eləyirəm. X kvadratı plus 5 bərabərdir mənfi 6x. Amma nəzərə almalıyam ki, x fərqlidir 3-dən. Niyə? Çünki məxrəci sıfıra çevirir. Keçirirəm bir tərəfə x kvadratı plus 6x plus 5 bərabərdir sıfıra. Tənliyin böyük kökünü tapın. Buradan x1 bərabərdir 5-ə, mənfi 5-ə, x2 bərabərdir mənfi 1-ə. Tənliyin böyük kökü təbii ki, mənfi 1 olmuş olur. 162. Nə olmuş olur? Mənfi 1. Cavab olur mənfi 1. Amma bunun cavabında 5 verib. Hansı məntiqlə verib bilmirəm. Heç 5-i buraya yazanda ödəmirik. 5-in kvadratı burada olur 5-in kvadratı üstəlik. Bu ilə 30. Bu ilə 2. 32-yə biləndə müsbət 15. 5-i buraya yazanda 6, 5-in 30, mənfi 30. Düzdür. 5-dən 3 çıxanda 2. Mənfi 30-u 2-yə böləndə mənfi 15-dir. Bu nətər bərabər olur ki, bir-birinə? Deyirəm və axıra yoxun nəsə eləyirlər bunlar sualları. Nəsə, mənfi 1. Böyük kökü soruşduğuna görə mənfi 1-dir. Sonra 163. Kx kvadratı çıxılsın. K plus 4x. K plus 4x çıxılsın. 5x bərabərdir 0. Kvadrat tənliyin köklərinin cəmi 3-ə bərabər. Hamısını bölürəm k-ya. X kvadratı çıxılsın. K plus 4 bölək x. K-ya böldüm. X çıxılsın. Bu da 5k-dır. 5k-nı da k-ya böləndə nə düşür? 5. Bərabərdir 0. Düzdürmü? Hamısını böldüm k-ya. İndi x1 üstə gəlsin x2 bərabərdir. K plus 4 bölünsün k. Bizə deyir köklər cəmi 3-dür. Onda bunun əvəzinə 3 yazıram. Buradan 3k bərabər olur k plus 4-ə. 2k bərabər olur 4-ə. K bərabər olur 2-yə. Düzdür. Köklərin kvadratları cəmini deyir tab. Artıq mən bilirəm ki, bunu özü vermişdi onsuz da x1 plus x2 bərabərdir 3-ə. x1 vuraq x2 də bərabərdir. Heç k-nı neyinirdim ki, k lazım deyil. 5-ə. Mənfi 5-ə. Düzdürmü? Tənliyin köklərinin kvadratlarıdır. Mənə lazımdır x1 kvadrat üstə gəlsin x2 kvadrat. Bunu yaratmaq üçün yazıram x1 üstə gələ x2-nin kvadratı çıxılsın. 2 dənə x1, x2. Şimdi qoyuram yerinə. 3-ün kvadratı çıxılsın. 2 vuraq mənfi 5. Bu da olur 19. 163-cü çalışmamızın cavabı. 164. Ata, ana və 3 uşaqdan ibarət ailə uşaqlar qarşıda cərgə ilə oturmaqla və valideynlər arxada yanaşı durmaqla neçə fərqli formada şəkil çəkdirə bilər? Bu götürüb tənliklərini yazarlar ki. Deməli, bu yaxşı olardı ki, ehtimallar mövzusunda verilsə daha yaxşı olardı. Nəsə verib də burada baxaq. Ata, ana və 3 uşaqdan ibarət ailə uşaqlar qarşı cərgədə oturmaqla deməli, 2 sırada oturub şəkil çəkdirəcəklər. Arxada ata, ana, onların qarşısında uşaqlar. Ata, ana, düzdür, burada oturacaq. Uşaqlar da bunların qarşısında. Məsələn, birinci uşaq, ikinci uşaq, üçüncü uşaq. Şəkil çəkən də buradan bunların şəklini çəkəcək. Düzdürmü? Birinci uşaq, ikinci uşaq, bu da üçüncü uşaq. Deyir, bunlar neçə fərqli üsulla otura bilər? Ata ilə ana arxada neçə üsulla otura bilər? 2 üsulla. Düzdür. Çünki yerin dəyişib də otura bilər axı. Ana bu tərəfdə, ata bu tərəfdə.
İki üsulla bunları otura bilər. Bu uşaqlar, üç uşağın yer dəyişmələri, üç uşağın yer dəyişmələri. İndi burada bunu bu formada deməyim biraz sizə qəribə gələ bilər, amma 3 faktorial üsulla bunların yer dəyişmələri. Yəni birinci uşaq oturar birinci yerdə, vurma prinsipi ilə baxsaz. Birinci uşağın oturması üçün 3 yer var. Birinci uşaq oturandan sonra ikinci uşaq gəlib oturması üçün artıq 2 fərqli seçimi var. Yəni birinci uşaq deyək ki, gəldi oturdu burada. İkinci uşaq bu iki yerdən birində otura bilərdi. Oturdu, onun üçün 2 üsul. Axırıncı uşaq üçün artıq 1 üsul var. O deyir 6 üsul. 2 üsulla ata ilə ana otura bilər. 6 üsulla da uşaqlar otura bilər. Bunlar da vuranda bir-birinə nə eləyir? 12 üsulla o şəkil çəkilə bilər. Yəni gah uşaqların yerini dəyişməklə, gah ata-ananın yerini dəyişməklə 12 fərqli üsul yaratmaq olar. Əgər ehtimallar mövzusunda olsaydı mən bunu deyərdim ki, sənə ata ilə ana 2 faktorial, uşaqlar isə 3 faktorial üsulla otura bilər. Onda 2 faktorial 2 eləyir, 3 faktorial 6, 2 üçün də nə eləyir? 12. Yenə də eyni şeyə gəlib çıxırdı, amma hələ ki onu keçməmişdir. Onu keçəcəksiniz axırda. 166-cı çalışmamız. 166-cı çalışmada nə deyir? X çıxılsın 6 kökdə x üstə gəlinsin 8 0 tənliyinin kökləri cəmini. Tənliyinin kökləri cəmini tapın. Bu tənliyin kökləri cəmini necə tapa bilərəm? T əvəzləməsi apararsan burada. Ya bir tərəfə keçirdib kvadrata yüksəldə bilərsən. Ya da ki, bu kökdə x-a bir dənə t desəm, onda x olacaq t kvadratı minus 6t üstə gəlinsin 8 bərabər 0. Viet teoreminə görə bunun kökləri 4-dən 2-dir. T1 bərabərdir 4-ə, T2 də bərabərdir nəyə? 2-yə. Düzdürmü? 4 2 8, 4 ilə 2-ni toplayanda da eləyir. 4 ilə 2-ni toplayanda da eləyir nə? 6. İndi kökdə x-a t demişdim. Gəlirəm kökdə x bərabərdir 4-ə. Hər iki tərəfi kvadrata yüksəldirəm. Buradan x bərabərdir 16-ya. Kökdə x bərabərdir 2-yə. Hər iki tərəfi kvadrata yüksəldirəm. X bərabər olur 4-ə. Köklər cəmin dediyinə görə 16 plus 4 bərabər olur nəyə? 20-yə. Cavab olur 20. Sonra növbəti sualımız 167-ci çalışma. Kanun hansı qiymətində kx kvadratı üstə gəlinsin 20x üstə gəlinsin 5 bərabərdir 0. Kvadrat tənliyin 2 bərabər kökü var. Diskriminant 0-a bərabər olanda 2 bərabər kökü olur. 20-nin kvadratı minus 4 vurulsun k vurulsun 5 bərabər nəyə? 0-a. Mənfi 20 k bərabərdir mənfi 400-ə. K bərabərdir 20. Cavab olur 20. 168. Tənliyin böyük kökünü tapın. Çarpaz vuraram. X minus 2-ni x plus 2-yə, 1-i də 5-ə. Buradan x kvadratı minus 4 bərabərdir 5, x kvadratı bərabərdir 9, x bərabərdir müsbət mənfi 3, böyük kökü müsbət 3-dür. 168. 169-cu çalışmaya baxaq. Deməli, x kvadratı üstə gəlinsin 12x üstə gəlinsin 8 ifadəsinin qiyməti 2-yə bərabər olarsa, bərabərdir 2. X-in mümkün qiymətləri hasilini tapın. Keçirdirəm bir tərəfə x kvadrat plus 12x plus 6 bərabər 0. Bu da Viet teoreminə görə x1 vurulsun x2 6-dır. Mümkün qiymətləri hasili 6-dır 169-da. 170-ci çalışma. 170-ci çalışma. Çarpaz vuraram. X kvadrat üstə gəlsin 5 bərabərdir 6x-a. X kvadrat minus 6x plus 5 bərabərdir 0-a. X1 bərabərdir 5-ə. X2 bərabərdir 1-ə. Böyük kökünü tapın. Cavab olur 5. 170-ci çalışmamızda. 171-ci çalışma. 171-ci çalışma. X kvadratı minus k plus 6x plus k bərabərdir 0. Kvadrat tənliyin köklərinin cəmi hasilindən 4 dəfə böyükdür. Deməli, cəmi x1 plus x2 bərabərdir k plus 6-ya.
x1 vuraq x2 isə bərabərdir k-ya. Bu cəm bundan 4 dəfə böyükdür. Yəni k plus 6 bərabərdir 4k-ya. Buradan 3k bərabərdir 6, k bərabərdir 2. Bu tənliyin köklərinin kvadratları cəmini neynə? Tap. K-nı 2 tapandan sonra, bunu silirəm, mənə yer lazımdır ona görə. K-nı 2 tapdım axı. K-nı 2 tapandan sonra x1 üstə gəlsin x2 bərabərdir 8-ə, x1 vurulsun x2 bərabərdir nəyə? 2-yə. Bunun hər iki tərəfini kvadrata yüksəldirəm. Olur x1 kvadrat üstə gəlsin x2 kvadrat üstə gəlsin 2 dənə x1, x2 bərabərdir 64-ə. Buradan x1 kvadrat üstə gəlsin x2 kvadrat üstə gəlsin 2 vuraq 2 bərabərdir 64. Buradan x1 kvadrat üstə gəlsin x2 kvadrat bərabərdir 60-a. Cavab olur 60, 71-ci sualımızın cavabı. 72-ci suala baxıram. 72-ci sualda deyir ki, x kvadratı minus 5x üstə gəlsin 2 bərabərdir 0. Kvadrat tənliyi üçün x1 vurulsun x2 bölünsün x1 üstə gələk x2 nisbətini tapın. x1 vurulsun x2 bərabərdir 2-yə, x1 üstə gəlinsin x2 nisbəti də cəmi də bərabərdir 5-ə. Gətirib yerinə qoysam burada 2 bölünsün 5, cavab eləyər 0,4. 72-ci çalışmamız. Sonra 73-cü çalışma. 4 səhv cavab, bir doğru cavabı sildiyi 50 suallıq imtahanda hər doğru cavablandırılan sual 6 balla qiymətləndirilir. Tamam. Deməli, doğru cavab 6 baldır. Düzdür. Buraya yazıram doğru. 50 suallıq imtahandırsa, x-ına səhv cavab veribsə, 50 çıxılsın x-ına da bu adam düz cavab verir. Məsələn, 10 dənəsinə səhv cavab veribsə, 40-ına da düz cavab verir. Yaxşı. Bu imtahanda 5 sualı cavablandırma. Hə, 5 sualda cavablandırma. Bircə dəqiqə. 5 sual cavablandırmıbsa, onda x suala səhv cavab veribsə, 45 çıxaq x suala düz cavab verib. Çünki 5 suala ümumiyyətlə cavab verməyib. Yaxşı. Söhbət 45 sualın üzərindən gedir. 210 bal toplayıb, neçə suala səhv cavab verib? X axtarıram. Deməli, bax, bu 45 çıxılsın x-i vuracam 6-ya, 6 bal buradan gəlib. Çıxacam bundan. Bircə dəqiqə. Yox, belə yox. Bircə dəqiqə. Bax, x-ına səhv cavab verib, 45 minus x-ına doğru cavab verib. 45 minus x buna 6 bal gətirərdi. Amma bu mane olacaq axı. Düzdür. Hər 4 sual bir dənə, 4 səhv bir dənə düzünü eləyəcək, aparacaq. Düzdürmü? Onda bu 45 çıxılsın. Məsələn, bu 4 dənə olsa, 4 dənə səhv olsaydı, bundan birini siləcəkdi. Yəni 4-də birini siləcəkdi doğrunun. Düzdür. Onda bundan çıxacam nə? 4-də 1 x vuracam 6-ya bərabər olacaq nəyə? 210-a. 210-a, 120-yə yox. 210-a. Düzdürmü? Buradan 45 çıxılsın 1 tam %25x bərabərdir. 210-dan altını ixtisar eləsəm 3 altın 18, 35. Düzdürmü? Buradan 1,25x bərabər olur 10-a. Deməli, 125x bərabər olur 1000-ə. X da bərabər olur 8-ə. Deməli, 8 suala bu insan evladı nə edib? Yanlış cavab verib. Cavab olur 8. 74-cü sualımıza baxaq. Avtomobil 480 km yolu V km/saat sürətlə T saata gedib. Yəni V vurulsun T bərabərdir 480-dir. V plus 20 km/saat sürətlə T minus 2 saata qayıdır. Deməli, V plus 20 km/saat sürətlə T minus 2
sağda nə edir? Qayıdır. Yenə də həmin yol qayıtdığına görə bu da yenə ilə bərabərdir 480-ə. V-ni tapın, tapaq da. Gəlin bunu açaq. VT üstə gəlinsin. Daha doğrusu çıxılsın 2V üstə gəlinsin 20T çıxılsın 40 bərabərdir nəyə? 480-ə. VT 480-dir. Bura 480 yazıram. Çıxılsın 2V üstə gəlinsin 20T çıxaq 40 bərabər 480-ə. Hər iki tərəfdən 480-ləri silsəm 20T çıxılsın 2V bərabər olur 40-a. Hamısını 2-yə bölsəm 10T çıxılsın V bərabər olur 2-yə böldüyümə görə 20-yə. Düzdür. Buradan V bərabərdir. V bərabərdir 10T çıxılsın 20. Həmin əvəzləməni gətirib burada yerinə yazaram. Bax burada. Yazaram V vurulsun T 480-dir. V-nin əvəzinə 10T çıxılsın 20. Vuraq T bərabər 480-ə. Düzdür? Bəli. Vurub atsam 10T kvadratı çıxılsın 20T bərabər 480-ə. Hamısını ona bölsəm T kvadrat minus 2T çıxılsın 48 bərabər 0-a. Bu da T1 bərabərdir 8, T2 bərabərdir -6. Təbii ki, zaman mənfi ola bilməz. T-ni tapdım. T-ni 8 tapan kimi VT bərabəri daxı 480-ə. Buradan T-ni yerinə 8 qoyanda V vurulsun 8 bərabər 480-ə. V bərabərdir 60 kilometr bölünsün saat. Deməli, o avtomobilin sürəti nə qədər olub? 60 km saat. Cavab olur 60. Ən nəhayət 75-ci sualımız. Keçək sonuncu sualımıza baxaq. 175. Deməli, 175-də nə deyir? Belə bir tənlik verib 4 vurulsun, x kvadratı çıxılsın 2-nin kvadratı çıxaq. Çıxaq deməli 29 vurulsun, x kvadratı minus 2 bölünsün, x minus 3 bərabərdir 3 minus x da 7. Mən nə edirəm? Birinci bunun məxrəci eynidir deyə bir kəsr xəttində yazaram. X minus 3-də 4 vurulsun, x kvadratı minus 2-nin kvadratı çıxılsın. 29 vurulsun, x kvadratı minus 2 bərabərdir. Bunu da x minus 3 yazsam, onda surətdə mənfi 7 yazmalıyam. Məxrəcdən mənfini alıb surətə verdim. Məxrəclər eynidir. X fərqlidir 3 şərtində. Surətləri bir-birinə bərabər götürə bilərəm. Yəni 4 vurulsun, x kvadratı minus 2-nin kvadratı çıxılsın. 29 vurulsun, x kvadratı minus 2 bərabərdir mənfi 7. Mənfi 7-ni də sola keçirsəm 4 vurulsun, x kvadratı minus 2-nin kvadratı çıxılsın, 29 vurulsun, x kvadratı minus 2 üstə gəlinsin, 7 bərabər 0. Buradan da t əvəzləməsi aparsam, yəni x kvadratı minus 2-yə bir t desəm, 4t kvadratı çıxılsın, 29t üstə gəlinsin, 7 bərabər 0. Hamısını 4-ə bölsəm, t kvadratı minus 4-də 29t üstə gəlinsin 4-də 7 bərabərdir 0-a. Bizə də bu tənliyin köklərin hasilini deyir. Mən də görürəm ki, t1 vurulsun t2 bərabərdir 4-də 7-dir. Yəni t1 vurulsun t2 4-də 7-dirsə, elə x1, x2 bunların da hasili nə olacaq? 4-də 7 olacaq. Cavab olacaq 4-də 7. Bunun da cavabın fərqli bir şey vermişdi, səhv eləmirəmsə, amma həlli bu qaydadadır. Belə, sağ olun, özünüzə yaxşı baxın, növbəti izahlarda görüşərik. Kanala abunə olub bizi dəstəkləyin.